Herkese selamlar dostlarım. Nesiniz? Ümidvaram ki yaxşısınız qaqalar. Bugün qaqa ne edəcəyik? Bugün İlkin Ferziyevin videosuna baxacağıq. Özdə hansı videoya, yəni diri bastırıldım videosuna baxacağıq. İndi qaqa 200 min izlənib qaqa. Görürsünüz yəni Azərbaycanın bir nömrəli YouTuberi İlkin Ferziyevin videosuna baxırıq dostlarım. Yəni qaqa pik verən videodur, həqiqətən deyirəm. Yəni əgər İlkin Ferziyev bu videoya baxırsa, yəni lap qəşəng olacaq. Bir dənə yorum yazsaydı çox sevinərdim qaqalar. Yəni abi əgərsə bu videoya baxırsan, bir dənə yorum yazarsan da səni çox sevirik. Belə davam. Və biz də nə edirik qaqa? Videomuza baxırıq. Getdik. 10 saatı bu tabutun içində bastırılmış halda keçirəcəm. Elədiyim ən çılğın şey olacaq. Uşaqlar məni içəri bağlayın. Tabutuma xoş gəldiniz. Bu bizi gördüyün son andır. Hazırıq, başlayaq. Çox zordur və səni. Qaqa yəni bu Azərbaycanda heç kim eləməyib ha bunu. Məni eşidirsiniz? Bəli, eşidirik. Məni canlı bastırın. Tamamdır. Ay Allah, bu çox qorxuludur uşaqlar. Üstümdə hal-hazırda çox böyük bir baskı hiss edirəm. Hər torpaq atdıqca bura yerlənir, elə bir üstümə çökəcək. Video elə indi başlayır. Üstüm qum oldu, elə indi başlamışıq. Tabutumun içi qumla doludur. Toz Ola çox yəni riskli bir şeydir də yəni qaqa səni. Məzar daşına indirin. məzar daşını qoydunuz. Hə. Uşaqlar, hər saatdan bir mənə sual verməlidirlər. Sualın cavabını düzgün tapsam, mənə mükafat verilməlidir. Bu bacarıqsızlar mənim üstümü bağlayana qədər elə 1 saat getdi. Gözləyirəm gəlib mənə sual versinlər. Sonra içərini sizlə bir yerdə gəzəcəm. 1 saata doldurdu. Davay sualım gəlsin. Nəyə ehtiyacın var? Qardaşım, belə əslində hələ ki heç nəyə ehtiyacım yoxdur, amma sudan yeməkdən gəlsə zor olar da. Onda sual gəlsin. Gəlsin. Normal insan Qaqa həqiqətən deyirəm yəni çox pik videodur da, yəni maraqlıdır da, yəni çox maraqlıdır da, yəni qaqa. Zordur. gündə neçə dəfə nəfəs alır? A variantı 20 min, B variantı 50 min. 10 saniyə vaxtın var. Sonra 50 min nədir lan? Məncə 50 min olmaz 20 min. Bu borudan indi gələcək. Yes! Qorxdum xiyar, başım dəydi. Bura dəydi. İlkin suala düz cavab verdi. Nəysə də daha götür də davay gəldi. Dostlar, sualı düz tapdığıma görə mənə Toybox'un yumurtasını göndərdilər. Tərim gedir. Bir dənə amma bu yumurtanı açıb içində nə olduğunu öyrənməliyəm. Razı qaldın. Razıyam qardaşım, razıyam. Əl çəkin məndən. Xahiş edirəm, əl çəkin. Yerin altında da məndən əl çəkmirsiniz. İkinci turda uğurlar. Öpürəm. Açdım, oyuncağı mənə maraqlıdır. Bu istidə şokolad yeyən deyirəm. Görək nə oyuncaq. Bu arada abi bu nə deyirsən geyinmirsən qaqa? Bu nədir belə? Nə ağ şey geyinib? Nədir belə? Qadaq. Bu nə də la? Bu mənə videolarda git şeylər çıxır uşaqlar. Bu nə işə yarayır? Mənə İlkin elə bilib ki, yəni yerin altı soyuq olacaq. Ona görə deyəsən geyinib də belə. belə bir ortamda ən lazım olmayan şeydir. Uşaqlar, gördüyünüz kimi məndən öncə tərs su gedir, belə baxın. Ona görə paltarımı çıxardacağam. Qa biz burada kəfəl yedik, popcorn yedik. O sırada mən içəridə zülmlə paltarımı çıxardırdım. Belə ortamda da çıxartmaq biraz çətindir. Çox istedi, içəri çox istedi. Tək nəfəs ala bildiyim nöqtə bu borudur. Uşaqlar orada ilkin zülmü çəkir. Şortikdəyəm uşaqlar. Çox isti olacağını təxmin eləmişdim deyə şortik geyindim. İncəliyə görə buralarda nə var? Paltarımı bura qoydum. Bu mənə verdikləri tripod. Bu lazımsız oyuncağım. At zibil qabına da ata bilmirəm. Amma hara atsam evimin içinə düşür. Burada bir işığımız var uşaqlar. Burada Özdə deyir ki, evimin içinə düşür qaqa. tam üstümdə bir işığımız var. Yer dardır deyə yaxşı göstərə bilmirəm. İpə bükülmüş halda yorğan qoyublar mənim üçün. Yəqin yatsam üstümü örtmək üçün, amma bu istidə üstümü örtəcəyimi düşünmürəm. Dəftər qələm qoyublar. Görürsən içinə nəsə yazıblar. Ayda içinə nəsə yazsalar çox maraqlı olardı, amma bizdəkilərdə o beyin yoxdur təəssüf ki. Nəysə sıxılsam burada qara-qura eləyərəm. Bu nədir ala? Mənə televizor qoyublar. Qardaşım, mənə televizor qoymusunuz. Burada tok var. Mənlə mırtdaşırsınız. Günəş də yoxdur ya la enerji alımı. Gözə görə bəlkə ayarlarla oynayaq nəsə olur. Radioza da açılır bəlkə. Ay nəsə olur elə bil. Amma birazdan yaxşı qurtcalayacağam, uşaqlar hələ çox dəyməyim. Burada nəsə su keçitməz qab qoyublar. Allah, başım bəladadır 100%. Görəsən nə olacaq? Deyəsən mən irəlidə çox pis şeylər gözləyir. Ay brat, qum gəlir içəri. Ay brat, qum gəlir. Ay! Hə. Hə ilkin. Bu nədir? Qaqa, bu nədir ola? Baxmalıyıq. İlkin.
Bir dənə təsisimiz var çöllə əlaqə saxlamaq üçün. Alo, alo. Aa uşaqlar deyəsən Görsən bayaq nə oldu qaqa? İlkin abi öz gözlərini kapattı ya. için nəsə istəyir. Alo, alo, eşidirsiniz bir. Hə, bunu yoxlamaq istəyirdim. Mənə düşünüb nə yaxşı su qoyublar. Bu dəqiqə suya çox ehtiyacım var. Bu istidə nədə bu su sərin qalıb. Getdikcə daha çox tərləyirəm uşaqlar. Aa Qaqa zarafatsız həqiqətən heç bir, yəni Azərbaycan YouTube'u bunu eləməyib. Yəni qaqa həqiqətən İlkin Feyziyev yəni bunu bacarıb da yəni həqiqətən çox zor bir dənə videodur. Yəni belə deyim pik bir dənə videodur da bu. artıq 2 saat tamam olub. İndi isə keçək İlkinin yanına. Uşaqlar bu borudan bir dənə buxar gəlir. İlkin 2 saatdan sonra vəziyyəti necədir? Qardaşım, biraz yuxum gəlir. Bir də acımışam. Nuş olsun ürək. Ola! Bir dənə oyuncaq göndərdilər, Jenga göndərdilər. Yeməyim anı? Bu da sənə ikinci hədiyyəm. Aa, uşaqlar düşmədi bəxtə. Ay burada qaldı, gözə götürürəm. Çubuq kraker, öpürəm sizi. Fikir verdisə bu turda mənim hədiyələrimi mənə sual vermədən göndərdilər. Bu planda yox idi, tamamilə Mirinin səhvi idi və bu səhv mənə çox xeyir verdi. İnşallah 3-cü saatda səni uğurlar. 3-cü saatım başladı. Çubuq kraker mənim üçün bu dəqiqə kababdan daha dəyərlidir. Qaqa mən orada 3 saat qala bilməzdim. Qaqa heç 1 saat da qala bilməzdim. Halal deyə bunu. Ya. Yuxarıdan ağacdan zaddan o bayaqki kimi çəkdi. Bolluca çəkir, narahat olma. Tamam. Mənə kadrlardan danışırlar. Qarnımın dərdindəyəm bu dəqiqə. Tabutumuzun bu hissəsini kəşf elədi, indi isə digər hissəni kəşf eləməyə gedək. Tən ortada bu var uşaqlar, bayaq göstərdiyim. Heç açıb popa düşmək istəmirəm. Çünki açsam bağlaya bilməyəcəm və tabutumun içində yer tutacaq. 3 dənə balışım var. Altında uşaqlar xalça var. Burada mənim oyuncaq köşəmdir deyəsən. Belə bir oyuncaq qoyublar. Allah yapboz var. Ürəyim sıxılacaq və bu 10 saatı burada yaxşı keçirdə biləcəm. 3 dənə yapbozum var. Dostlarım, bundan sonra hansı YouTuberin videosuna baxaq, yorumlarda yazarsınız. Bir dənə uşaqlar belə bir oyuncaq var, basketbol oyunu. Burada uşaqlar bayaq qum dağılır. Hələ ki tək problemim budur. Bir də içəridə havanın isti olmağı işi gözlədiyimdən daha çətin elədi. Rahat otura bilirəm. Oturmaq problem deyil. Boyuma uyğundur, əladır. Azərbaycan YouTube'undakı ən böyük işləri eləyəcəyik. 10 saat yerin altında, torpağın altında qalıram. Videoya like atmağı, kanala aşağıda abunə olmağı unutmayın ki, belə videoların davamı daha çox gəlsin. Mən sizi çox sevirəm uşaqlar. Hələ burada 7 saat keçirtməliyəm. 7 saat neçə dəqiqə belə? Tualetimi oraya eləyəcəm. Yar. Tuvaletim üçün banka zad qoymaq yaddandan çıxıb. Uşaqlar suyum çox az qalıb. İnşallah ki ağıl eləyib mənə su göndərərlər. O həqiqətən də qaqa, tualetini harda eləyər? Harda eləyər İlkin? Başa düşmədim həqiqətən. İzləyək. Yəni saata baxın. Artıq 3-cü saatı keçmişik. Gedək İlkinin yanına. İlkin bəy, 3-cü saatımıza gəlmişik. Sualımız gəlsin. Su gəlsin, su. Yanıram, suyum Miri də burada yəni yuxusuz qalıb hey qaqa. qurtarıb. Vəziyyəti uşaqlar çox pisdir. Əgər sualı düz tapsan suyun gələcək. Aha. Sualım belədir. Ronaldo klub karyerası ərzində cəmi neçə qol vurub? Ronaldo, bizim mövzumuz uşaqlar. Bizimdir bu iş. A 768, B 784. 768. 784. İlkin səhv bildi. Uşaqlar doğru cavab 784 idi. İndi mənə su verməyəcəksən? Qaqa biz bilirik də görürsüz yəni biz bilirik. Yox verməyəcəm. Düz bilsəydim verəcəydim. Özə bir dənə su verməyəcəydim. Su üstə gəl banan, üstə gəl yogurt verəcəydim. Ona görə də növbəti Qardaşım. bir saatda da burdasan. Всё. Ürəyim. Saat gecə 3-dür, 12-də girmişəm. Getdikcə gözümdəki su quruyur uşaqlar. 2-ci saatla 3-cü saatın arasında bunu İlkin abi sənə halalda yəni qaqa. Sənə halalda sən çox pik videolar çəkirsən belə davam. Sevirik səni abi. qurtardım. 3-cü turda da uduzdum suyu. Yanır, ciyərim yanır. Tərliyə də bilmirəm çünki bədənimdə su yoxdur. Çox pisəm. Sadəcə belə uzana bilirəm. Yuxarıdakı dostlarım və ailəm narahat olmasın deyə demirəm, amma heç halım yoxdur. Narahatçılıq başlayıb. Əlimdəki tək çarədə 4-cü tura qədər gözləmək. Dodaqlarım qurub susuzluqdan.
Məncə artıq siz də fikir verirsiniz ki, getdikcə daha çox sıxılıram və işlər daha da çətinləşir. Bu sırada isə Sadiq çöldə cipsi keyf eləyir. 4-cü saat tamam olub ki, gedək İlkin yanına, görək nə var orada. İlkin, 4-cü saatın tamamdır. Su istəyirsən? Hə, ver sualı. Deməli, sual belədir. Dünyanın ən hündür insanı neçə santimetrdir? A 2.47, B 2.51. Stock Stevenson videosunda görmüşəm mən bu 2.51. Ayda, düz tap deyə uşaqlar suyunu verək buna. Bu dəfə qarnın doyacaq da İlkin. Qorxuram, hər buradan nəsə gələndə mən stres yaşayıram. Göndərin də. Hazırsan? Acından öldüm tez elə. Buradan da buxarın suyu çıxır. Gəlir ha. Gəlsin. Yoğurt gəldi, yoğurt. Onun yanında da qəşəng bir şey gəlir. Burada da nəsə var. Deyəsən bayaq dedi də banandır. Axır ki uşaqlar mənə də normal nəsə qismət olarmış. 2 dənə yoğurt göndərdilər, 1 stəkan su, bir də bunun içində yəqin ki banandır. Gözünü açaq. Qardaşım soruşmaq oyub olması yoğurtu necə yeyəcəm? Bırat əllə yeyəsən. Qaşıq göndərsə zor olar. Da yaxşılıq eləmişsiniz bu boyda qaşığımı da göndərin də. Oy, bananlarıma baxın uşaqlar. Başa gəldi, sənin üçün düzəltdiyim. Canımsan qardaşım. Banan. Mən meymunam. İlkin başı çək. Başım var orada, xiyarsınız siz. Nəsə qaşıq göndərirlər deyəsən, çox vicdanlı olublar ala. Boru uşaqlar buxarlanıb, su olub deyə palçıqlı su gəlir oradan. Qaşığımı klaka bükdülər, göndərdilər mən sən. Siz piksiz, çox sağ olun. Vilka göndəriblər. Sən də piksən abi. Qaşıq göndəriblər, safitka göndəriblər. Keçən tur əziyyət çəkdim, amma qarşılığını indi aldım. Enerji lazımdır uşaqlar. Yey bunu. Çox dadlıdır. Özümü acılıqdan çıxmış hiss edirəm. Bəli dostlar, qaqalar. Əgərsə bu videonun part 2-sini istəyirsinizsə, əgərsə dostlarım gələcək. Yəni yorumlarda yazarsınız və qaqa bundan sonra hansı youtuberlərə baxaq. Yəni qaqa yorumlarda onu da yazarsınız və qaqa bu videoya 100 bəyəni inşallah gələr. Bu arada İlkin abi əgərsə bu videoya baxırsa bir dənə yorum yazsın. Sevinərəm. Və qaqa sağ olun. Sevilirsiniz. Sizləri sevirəm. Sağ olun qaqalar. Getdim.